Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər, xüsusən 9-cu sinif şagirdləri. Bugün mən sizə DİM-in 20 sınaq kitabından ənənəvi olaraq sınaq 11-in izahını verəcəm. Sınaq 11-ə qədər olan sınaqların izahlarını da kanalda yerləşdirmişəm. Digər sınaqlarda verdiyim izahlar kimi bu sınağın da izahını detallı şəkildə verəcəm ki, sizin üçün heç bir qaranlıq qalan məqam olmasın. Ekranda gördüyünüz nömrəni WhatsApp ilə əlaqə saxlayaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Keçək sınağın izahına. Sınaq 11 ümumi sınaqdır və ümumi sınaq o deməkdir ki, yəni qrammatika sualları bütün bölmələri əhatə edə bilər. Yəni müxtəlif bölmələri daha doğrusu əhatə edə bilər. Və siz videonu izləyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gəlin keçək birinci sualın izahına. Sözlərdən biri amonimlik xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilir. Gəlin baxaq qələmə, qələm normaldır. Qoyun sözü bilirik ki, bir heyvan mənasında, bir də feil kimi, yəni feilin əmr şəkli kimi daha doğrusu, əmr şəkli kimi amonim olmur. Çünki bu amografdır, yəni vurğu fərqi var. Amma qoyun sözü heyvan mənasında, bir də qucaq mənasında amonim ola bilir. Amma hər ikisi də nədir? İsimdir. Bizə isim və feil kimi amonimlik lazımdır. Ona görə A-nı çıxıram. B variantında qovaq. Qovaq sözü gördüyünüz kimi iki mənada ola bilər. Nə isə qovaq, feilin əmr şəkli kimi, bir də arzu şəkli kimi. Bilirsiniz ki, arzu şəkli və əmr şəkli birinci şəxsin cəmində demək, forma cəhətdən uyğun gəlir, amma təbii ki, tərkib baxımından yox. Əmr şəkli kimi fikirləşəndə bir qrammatik şəkilci, arzu kimi fikirləşəndə iki qrammatik şəkilci götürürük. Bu qovaq sözünü bir də götürə bilərik. Məsələn, ağac mənasında, qovaq ağacı mənasında. Bu zaman demək, bu olmayacaq, yəni amonim kimi. Amma məsələn, qovağı ağac mənasında götürsək, bir də kəpək mənası, başdakı kəpək mənasında götürsək, o zaman bəli, hər ikisi isim olacaq, amonim olacaq. Amma hər ikisi isim olduğu üçün biz çıxırıq. Çünki bizə isim və feil istəyir. Yaxın sözü ümumiyyətlə amonim kimi işlənmir. Bilək sözü də əmr şəkli kimi işlənir, bir də arzu şəkli kimi işlənir. Bir də insanın biləyi. İnsanın biləyi. Yəni bu belə fikirləşə bilir. Yenə də bunu amonim kimi fikirləşə bilmirəm. Çünki burada biz amonimliyin qaydasını deyəndə deyirdik ki, deyilişi, yazılışı eyni olan, amma leksik mənası fərqlənən sözlərə amonim sözlər deyilirdi. Amma burada isə əmr şəkli kimi fikirləşsəm, bilək sözünü, o zaman təhlil eləyəndə bu formada. Arzu şəklində fikirləşsəm, o zaman təhlil eləyəndə bu formada olacaq. Amma insanın biləyi formasında fikirləşsəm, o zaman bu formada olacaq. Yəni sadə olacaq. Hər ikisi sadədir, daha doğrusu hər üçü sadədir. Amma yəni şəkilci baxımdan belə olacaq. O zaman götürürəm mən bunun başlanğıc formasını bilək. Bunların başlanğıc formasını bil götürürəm. Çünki qrammatik şəkilci istisna olmadığı halda daxil deyil, yəni başlanğıc formaya. O zaman bunu da mən götürə bilmirəm amonim kimi. İnci sözünü, bəli, inci mirvari mənasında var. Mirvari isimdir. Bir də incimək feili var. İncimək feildir. Yəni bizə lazım olan elə isim və feil kimi işlənə bilən Y variantı idi. Sonra 2-yə baxıram. İnamla sözünün səs tərkibindəki səhvi istəyir bizdən. Səs tərkibi deyirsə fonetik təhlil istəyir bizdən. Gəlin təhlil eləyək. İnamla. Aha. Sözdəki sahitlərin hamısı qalın və açıqdır. Açıq olmağına açıqdır. Amma A-la A, buradakı A qalın olmağına da qalındır. Amma buradakı I artıq işləri kodladı. Ona görə A variantı ilə səhv fikirdir. 3 hecalıdır. Biz hecanı və vurğunu nəyə əsasən? Yazılışı əsasən götürürdüm. Baxıram ki 1, 2, 3 sözdəki sahitləri sayıram və hecanı tapıram. Düzdür. Deyiliş yazılışdan fərqlənir? Bəli, fərqlənir. Düzdür. Sözdəki samitlərin hamısı cingiltilidir? Bəli. N-da, M-da, N-da, N-lar da cingiltilidir. Çıxıram. Səslərin sayı hərflərin sayından çoxdur. Bəli, çoxdur. Çünki sözdə kəmiyyət fərqi əmələ gətirib. La-nan formasındadır. Baxıram ki, sözdə 6 dənə hərf var, amma 7 dənə səs var. Demək, səslərin sayı hərflərin sayından çoxdur fikri düzdür. Cavab oldu 2-də A. Bu Bakının təzə planına aid deyildi cümləsinin haqqında yanlışı istəyir bizdən. Yəqin ki, burada morfoloji təhlil istəyəcək ya da sintaktik. Baxaq, hər ehtimala qarşı cümləni təhlil eləyək. Bakının təzə planına aid deyildim. Ümumiyyətlə, deyil sözü burada ismi xəbər mövqeyindədir və özündən əvvəlki sözlə bir yerdə xəbər mövqeyində olur. Yəni, deyil təkcə işlənmir.
Hə, bir də yəni qayda olaraq deyirsiniz ki, müəllimə deyil ümumiyyətlə təkdə işlənmir. Deyil təkdə işlənə bilər, amma həmcins xəbər əmələ həmcinslik yaradırsa. Məsələn, necə deyirəm ki, bu sənə deyil, mənə aiddir. Bu zaman həmcinslik yaradanda deyil təkcə işlənə bilər. İki cümlə üzvündən ibarəti gəlin təhlil eləyək. Bakının təzə planı, Bakının planı ümumiyyətlə 3-cü növ təyin söz birləşməsidir. Təzə bunun içərisinə daxildir. Aid qoşmadır. Mən qoşmanı ayıra bilmərəm, çünki qoşma qoşulduğu sözlə bir yerdə təhlil olunur. Deyil də ayrıca olmur. Ona görə bunun xəbəri Bakının təzə planına aid deyildi, birbaşa götürüləcək. Yenə də detallı şəkildə izah elədim ki, nəyə görə. Bu isə mübtədadır burada. İki cümlə üzvündən ibarətdir, bəli. Cümlədə leksik mənası olmayan söz də işlənmişdir. Qeyd elədiyim kimi qoşma işlənmişdir burada. Aidlik, mənsubluq bildirən qoşma. Çıxıram. Mübtəda əvəzliklə ifadə olunub. Bəli, işarə əvəzliyi ilə ifadə olunmuşdu. Çıxıram. Təyin sifətlə ifadə olunub. Artıq burada təyin yoxdur. Təyini biz burada təzə sözünü çaşdırma məqsədilə salıblar. Amma o da 3-cü növ təyin söz birləşməsinin içində olduğu üçün o zaman biz yanlış olaraq burada deyini götürəcəyik. İsmi xəbərli cümlədir. Bəli, deyil sözü ümumiyyətlə ismi xəbər yaradır. Burada. 4. Feillərdən biri keçmiş zamandadır. Keçmiş zaman şəkilçisi dı idi. Bir də mışla ıb şəkilçisidir. Nəqli şuhudi keçmiş zaman olaraq. Baxıram ki, yazasıdır. Demək, lazım şəklindədir. Çıxıram. Baxır, indiki zamandadır. İndiki. Çıxıram. Danışar, qeyri-qəti gələcəkdir. Gələcək. Çıxıram. Alırdı, indiki zamandadır. Hə, burada dı sizi çaşdırmasın. Bu ididir burada. Yəni, birinci bilirsiniz ki, idi, imiş, isə hissəcikləri mütləq şəkildə feilin şəkillərindən və zamanlarından sonra gəlir. Ona görə burada idi hissəcikdir, zaman olaraq indiki zamandadır. Çünki ır şəkilçisi var. Çıxıram. Aldıq sözü, bəli, şuhudi keçmiş zamandadır. Dostumuz Həmid müəllim də sizin kimi yaxşı adamdır. Cümləsində fərqləndirilmiş söz hansı sözlə əvəz edilsə, cümlənin sintaktik təhlil sxemi dəyişər. Nə zaman dəyişər? Təbii ki, yaxşı sözünün qarşısında, daha doğrusu yaxşı sözündən sonra adamdır ismi gəldiyi üçün, isim gəldi. Yaxşı burada təhlil olunarkən təyin mövqeyində gedəcək. İndi mən buradan ismin yerinə feil qoysam, avtomatik olaraq bu nəyə çevriləcək? Zərfliyə. Ona görə burada danışardı sözü elə bizim demək, cavabımız olacaq. Qonşudur, isim, şəxsdir, kişidir və ziyalı sözlərə uyğun gəlməyəcək. Doğru fikri müəyyən edim. Addımlamaq sözünün deyiliş yazılışı fərqlənmir. Gəlin, baxaq görək fərqlənirmi? Addımlamaq. Fərqləndi. Fərqlənmir yazır, səhvdir. Bizə doğru lazımdır. Əvvəl sözü köməkçi nitq hissəsi kimi işlənə bilmir. Kim dedi ki, işlənə bilmir? Əvvəl sözü zərf kimi işlənə bilir, bir də qoşma kimi işlənə bilir. Dan plus əvvəl formasında olanda qoşmadır. Çıxıram. Qalan sözü isim və feil kimi amonim olur. Bəli, ola bilir. Məsələn, qız qalası oldu isim. Qız qalasını mən niyə balaca ilə yazdım ki? Aha. İndi onu da ira tutarsınız. Aha. Qız qalası demək mürəkkəb ad formasındadır. Ona görə böyüklə yazıldı. Və feil kimi qalamaq feili. Məsələn, ocaq qalamaq. Bu formada amonim olur. Doğru fikirlə C variantıdır. Alışmaq sözü amonim deyil. Artıq burada yanlışa yol verdi. Amonimdir. Bir, öyrəşmək mənası var. Öyrəşmək. Bir də yanmaq mənası var da. Yanmaq. Alışıb yanmaq mənasında. O zaman D-də çıxıram. Belə sözü köməkçi nitq hissəsi ola bilmir. Ədat ola bilir. Ona görə Y-də səhvdir. Baxıram 7-yə. 7-də. Hansı cümlədə yer zərfi işlənmişdir? Hər yay atamla şəhərə gedirdik. Burada yer zərfi yoxdur. Çıxıram. Ora indi ən isti yerdir. Bax, burada ora sözü, bəli, yer zərfidir. Ona görə elə B variantı bizim cavabımızdır. Azərbaycan dünyanın ən gözəl ölkələrindəndir. Yer zərfi yoxdur. Sabah sizə gələcəyik. Sabah var, amma yer zərfi deyil, zaman zərfidir. Ona görə çıxıram. Təzə məktəbin həyətində iydə ağacları əkmişdilər. Burada da yer zərfi yoxdur. Baxıram 8-ci suala. 8-də biri mürəkkəb cümlə deyil. Mən dünən bunu tapmışdım, sənə də demişdim. Artıq biz mürəkkəb cümləni izah eləyərkən deyirdik ki, cümlədə neçə cümlə varsa o qədər də qrammatik əsas olmalıdır. 2 cümlə varsa 2 qrammatik əsas olmalıdır. 3 cümlə varsa 3 qrammatik əsas olmalıdır. Yəni mübtəda və xəbəri ayrı-ayrı olmalıdır. Amma sadə cümləni izah eləyəndə, sadə cümləni biz 2 cümlədən ibarət deyə bilirdik və yaxud da 3 cümlədən ibarət deyə bilirdik. O şərtlə ki, bir mübtədanı 1 və ya 2, 3 xəbərə aid eləyə bilim. İndi gəlin baxaq burada 8-də. Mən dünən bunu tapmışdım, mən tapmışdım. Demişdim, kim? Yenə də mən. Bu mən hər ikisinə aid olduğu üçün bu sadə cümlə hesab olunacaq. Yəni mürəkkəb cümlə deyil deyəndə elə A variantı olacaq bizim cavabımız.
Alsa gələrdik. Bu ümumiyyətlə tabeli mürəkkəb cümlənin modelidir. Sağ var. Ona görə B-ni çıxıram. Avtomatik mürəkkəb cümlədir. Kənddəkilər təxmin edir ki, artıra bilirəm, avtomatik tabeli mürəkkəb cümlədir. Deyirəm ki var, tabelidir. Direktor danışır, müəllimlər qulaq asırdılar. Burada ki-ni artırmaq olmur, nə də sa modeli var burada. Amma danışan kimdir? Direktor. Qulaq asan kimdir? Müəllimlər. Ayrı-ayrı mübtədası, ayrı-ayrı xəbəri var. 2 qrammatik əsası var və eyni zamanda baş verən tabelsiz mürəkkəb cümlədir. Yəni zaman əlaqəli tabelsiz mürəkkəb cümlədir. Yəni mahiyyət etibarən mürəkkəbdir. Çıxıram. Cavab olur 8-də A variantı. 9. Əlavələrlə bağlı uyğunluğu müəyyən edən çox uşağın yaralı yeri. Yəni burada çaşdırıcı məqamda elə bu sual üzərində, belə suallar üzərindən salınır. Çünki verir ismi birləşmənin aslı tərəfinin əlavəsi və yaxud da feili birləşmənin aslı tərəfinin əlavəsi. Şagird də çaşır ki, mən bunu nəyin əlavəsi kimi götürüm? Zərfliyin mi götürüm? Mübtədanın mı götürüm? Nə götürüm yəni mən bunu? Baxaq A-ya. Alim Fətəli kişinin evinə yazda güllər açanda nə etmişdi, gəlmişdi? Nə zaman? Yazda güllər açanda gəlmişdi. Bu zaman zərfidir, zaman. Ona görə yer zərfinin əlaqəsi yoxdur. A olan variantları çıxaq ümumiyyətlə. A-ları çıxaq. Aha. Sonra baxırıq. Demək, bu Azərbaycan zəngin bir yerdir. Qara qızıl ölkəsidir. Yerdir. Qara qızıl ölkəsidir. Demək, burada deyirsiniz ki, mənim qara sözü işlənib. Qara sözü işlənibsə mən əlavənin qarşısında olanı ayrıca bir cümlə üzvü kimi götürürəm. Xeyr, götürmürük. Ona görə bu B variant, B-ni yazıram mən xəbərin əlavəsinə. Sonra C, yuxarıdan Evlər İdarəsinin binasından musiqi səsləri gəlirdi. Yuxarıdan haradan? Evlər İdarəsinin binasından. Bu da zərfliyin, demək, yer zərfliyinin əlavəsidir C. İndi hər yerə, kəndə də, qəsəbəyə də, şəhərə də onun sorağı yayılmışdı. Burada hər yerə ümumiləşdirici sözdür. Əlavə yoxdur burada. Çünki tabelsizlik əlaqəsi var gördüyünüz kimi. D olanları da çıxıram ümumiyyətlə. D-ləri də çıxdıq. Qalır ki, variant A, C. Baxaq indi Y-yə. Onlar 11-ci sinif, 9-cu sinif şagirdləri müəllimlərindən hələ də çox öyrənməlidirlər. Kim onlar? 11-ci sinif şagirdləri. Bu da mübtədanın əlavəsidir. 1-ə Y, 2-yə C, 3-ə B variant olur. A variantı. 10. Hansı cümlədə qoşma işlənməyib? Bir gül ilə bahar olmaz, gül ilə bahar olmaz. Burada ilə qoşmadır. Səndən qabaq ona demişdim. Səndən qabaq, dən plus qabaq formasında işlənmişdi. Demək, qabaq əvvəl mənasındadır, burada qoşmadır. O şam tək yanırdı, şam kimi yanırdı. Qoşmadır. Qızıldan taxtın olunca quruca baxtın olsun. Burada qoşma mövqeyində deyil. Qələmlə kağızla, qələm ilə kağız ilə hər işi həll etmək olur. Demək, burada Y variantında da ilə var. Ona görə cavab oldu D. Keçək mətnimizə. Qrammatika sualları bu qədər. Mətnin uzaqlaşdırıram. Siz ekranı saxlayıb, mətnlə tanış olub, daha sonra isə suallarınızı mənimlə birgə cavablandıra bilərsiniz. Gördüyünüz kimi 11-20 sayılı tapşırıqlar Polad Həşimovun izi mətni, bədii mətni haqqındadır. Gəlin baxaq, demək, 11-ci suala. 11-ci sualda nə istəyir bizdən? Deyir ki, mətnlə bağlı fikirlərdən yanlış olanı müəyyən edin. Poladın döyüş yoldaşı Murad rütbəcə leytinant idi. Burada qeyd eləmişdi onu ki, leytinant, gecələrin birində leytinant Polad Həşimova yaxınlaşıb soruşur. O da Polad da gülümsəyir, ona Murad deyir. Demək, Murad yaxınlaşır ona. Bu zaman buradan bizə məlum olur. A variantı düzdür. Cəbhədə döyüşən əsgərlərə ailəsindən məktub gəlirdi. Fəridə gəlmişdi. Bəli, ailəsindən gələn məktubu oxuyurdu Fərid. Ona görə B variantı da düzgündür. C-də deyir ki, Polad Həşimov əsgərlər üçün nümunə idi. Bəli, onu həm bir ata kimi, həm də bir komandan kimi, təkcə cəsur komandan deyil, həm də bir ata və qardaş idi. Yəni, bu formada bu düzgündür. Polad Həşimov cəbhədə doğma qardaşı ilə birgə döyüşürdü. Bu yanlış fikirdir. Belə bir fikir yox idi. Polad Həşimov sülhü də düşünürdü. Bu doğru fikirdir. Baxıram oyun ki, mətnin ilk abzası ilə bağlı doğru fikri istəyir bizdən. İlk abzas buradadır. Bax, bu hissəni oxuyaq. Polad Həşimov Azərbaycanın ən tanınmış və igid qəhrəmanlarından biridir. Onun adı sadəcə bir hərbiçi kimi deyil, vətənə, torbağa dərin sevgi ilə bağlı olan bir simvol kimi yaddaşlarda əbədi yaşayır. Hər kəs onun liderlik qabiliyyəti və vətənpərvərlik ruhu haqqında danışır. Polad əsgərlər üçün təkcə cəsur komandan deyil, həm də bir ata qardaş idi. Bircə dəfə də əsgərləri onu nədənsə şikayətlən məyus görməmişdilər. İndi bu abzas haqqında bizə verilən demək, 5-ə qədər ardıcıllığı müəyyənləşdirək ki, nədir burada doğru fikirlər.
Baxaq bir də bəhs olunan obrazlardan biri haqqında ümumi məlumat verilmişdi. Bəli, Polad Həşimov haqqında ümumi məlumat verilmişdi bizə. Doğrudur. Buradakı sözlər həqiqi mənadadır. Burada məsələn məcazi məna gördük. Dərin sevgi. Bu məcazi mənadadır. Ona görə bu yanlışdır. 2 yanlışdırsa 2-ləri çıxar. Bəzi fikirlər mətnin məzmununu ümumiləşdirir. Mətnin məzmununu ümumiləşdirə biləcək fikir mütləq şəkildə nəticə hissəsində öz əksini tapmalıdır. Ona görə 3 də yanlışdır. 3-ləri də çıxaq. Cavab qalır Y variantı, amma yenə də baxaq. Obrazın xarakteri açılırdımı? Bəli, açılırdı həqiqətən də bir ata və qardaş kimi, həm də bir komandan kimi. Fikirlərin ardıcılığı pozulmamışdı. Bu da düzgün fikirdir. Ona görə elə Y variantı bizim variantımız olacaq. 13. Tünd qara hərflərlə verilmiş cümlədən belə nəticə çıxarmaq olar. Tünd qara hərflərlə verilmiş cümlə buradaydı. Polad Həşimovun bu sözləri əsgərlərin qəlbində dərin iz buraxdı. İndi bunu deyir ki, verilmiş cümlədən belə nəticə çıxarmaq olar. Əsgərlər Polad Həşimov danışmaq istəyirdilər. Dərin iz buraxmaqla əlaqəsi yoxdur. Dərinliklər əsgərlərin sevdiyi məkanlardan qəti şəkildə dərin iz buraxmaq ümumiyyətlə məcazi mənadadır. Buradakı dərinliklə əlaqəsi yoxdur. Əsgərlər Polad Həşimovdan çəkinirdilər. Yox. Əsgərlər Polad Həşimovla məsləhətləşirdilər. Yox. Polad Həşimov insanlara təsir etməyi bacarırdı. Bəli, qəlbində dərin iz buraxmaq ümumiyyətlə kiməsə təsir etmək, kiməsə xoş təsir də etmək ola bilər, pis təsir də etmək olar. Bu xoş təsir idi. 14. Leytenant haqqında doğru olmayan fikirləri müəyyən edin. Baxaq, adı Murad olan bu əskər Polad Həşimovun döyüş yoldaşı idi. Bəli, döyüşçü idi. Döyüş mövqelərinin şəraitinin çətin olduğu qənaətindədir. Bəli, orada deyirdi ki, bu nədir? Komandan belə çətin şəraitdə bizə nə irəli aparır? Niyə bu qədər çətinliyə baxmayaraq buradayıq? Mənim belə ağır vəziyyətdə ovqatım təlx olur. Mən bunu deyirdisə, bu qənaətə gələ bilirik həqiqətən də. Dağların zirvəsindəki qarlı bir postda xidmət aparırdı, qeyd edir onu da orada. Demək, oxuduğu məlumat onu çox körəltmişdi. Leytenant yox, Fərid idi o. Leytenant olan Murad idi. Murad. Amma Murad haqqında deyil bu fikir. D variantı bizim cavabımızdır. Gecələrin birində komandir ilə diyaloqa girmişdi. Burada qeyd edir ki, gecələrin birində Leytenant yaxınlaşır Polad Həşimova, soruşur. Demək, bu da doğrudur. Tünd qara hərflə verilmiş sözün yaxın mənalı qarşılığını müəyyən edin. Tünd qara hərflə verilmiş söz, baxaq, burada nə idi? Məyus. Məyus deyir ki, bircə dəfə əsgərlər onu nədənsə şikayətlənən, məyus görməmişlər. Məyus sözünü təbii ki, bikef, pərişan sözləri ilə əvəz eləmək olar. Fərəhli tam əksidir, şadda, tənginəfəs ümumiyyətlə əlaqəsi yoxdur. 2 ilə 4 cavab olacaq Y variantı. Yəni məyus bunlarla demək yaxın mənalıdır. Sonra 16. Üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənmişdir? Gəlin baxaq ümumiyyətlə sözlərə. Daha sonra qəhrəmanlarla, ən tanınmış igid qəhrəmanlarla. Qəhrəman həqiqi mənadadır burada. Həqiqi. Sonra İkinci hardadır? Bir dəqiqə. İkinci bağlı, dərin sevgi ilə bağlı olan, bağlı olmaq burada məcazi mənadadır. Məcazi. Baxaq, komandir həqiqi mənalıdır, həqiqi. Şikayətlənən həqiqi mənadadır. Sərt qış şəraitində, sərt qış məcazi mənadadır. Baxaq, başqa varmı? 4, 5, 6 yoxdurmu? Yoxdur. Bizə nə istəyir burada? Deyir ki, sözlər həqiqi mənada işlənmişdir. Baxaq həqiqiyə. 1 həqiqidir, 3 həqiqidir, bir də 4 həqiqidir. 1, 3, 4. Cavab olacaq Y variantı. 16-da. Sonra 17. Mətndə çərçivə daxilində verilmiş ifadənin qarşılığının işləndiyi nümunəni müəyyən edin. Mətndə çərçivə daxilində verilmiş. Çərçivə hardadır burada? Baxaq. Burada deyil. Çərçivə daxilində, burada, ovqatım təlx olur. Bunu biraz fərqləndirək ki, siz də daha yaxşı görəsiniz. Ovqatım təlx olur. İndi bunu nə istəyir bizdən? Ovqat təlx olma, keyfi pozulmaq mənasındadır da. Kərim kişi çox sevinir, əksinə. Fikir, uşaqların yanında qalan fərdi sevinmək yenə də əksinə. Mən hələ ümidli idim ki, azaddan xəbər çıxacaq. Ümumiyyətlə əlaqəsi yoxdur. Şahin kişi oğlunun keyfini xəbər alandan sonra sakitləşdi, yox. Nadir kişi oğlunun xəbərini eşidəndən sonra keyfi pozuldu. Bəli, ovqatı təlx olmaq, yəni keyfi pozulmaq mənasındadır. Cavab olur Y variantı. 18. Mətnin plan bəndlərinin düzgün ardıcıllığını müəyyən edin. Demək, gələcək nəsillərə nümunə, torpağa bağlılıq rəmzi, möhkəm külək, maraqlı sual, kövrək anlar. Demək, burada birinci torpağa bağlılıq rəmzi 2-ni qoya bilərik. Sonra möhkəm külək, bax burada qeyd olunurdu. Bir dəqiqə həmin hissəni tapsam. Deyir ki,
sərt qış, güclü qar yağırdı, şiddətli külək. Bax, burada qeyd eləyir ikinci abzasda. İkinci abzasa əsasən biz 3-ü götürürük. Sonra götürəcəm burada 4-ü, maraqlı sual. Artıq burada sual verir, soruşur. Sual verir ki, niyə belə çətin şəraitdə biz, bax bu hissə. Demək, bunu da götürdüm. Demək, maraqlı sualı. Sonra maraqlı sualdan sonra kövrək anlar 5-i götürəcəm. Burada da qeyd olunmuşdu daha sonrasındakı. Göz yaşlarını gizlətməyə çalışan Polad Həşimov ona yaxınlaşdı. Burada kövrək anlar olur, növbəti, yəni abzaslarda. Ona görə yazdıq 5-i bura. Sonra ən sonda isə yazacaq 1-i. 1-də də gələcək nəsillərə nümunə. Bax, burada ən sonda qeyd olunmuşdu ki, döyüş Azərbaycan xalqının yaddaşında əbədi qalacaq və onun izi hələ də gələcək nəsillərə vətənpərvərlik dərsi keçəcək. Ona görə də bunu da yazdıq bura. Cavab olacaq 18-də C variantı. C. Sonra 19-19-a baxaq, nə istəyir bizdən? 19 altından xətt çəkilmiş sözü məcazi mənada cümlədə işlədin. Altından xətt çəkilmiş sözə baxaq birinci. Ki, zirvəsindəki sözüdür. Dağların zirvəsindəki burada həqiqi mənadadır. İndi biz bunu məcazi mənada işlətməliyik. Deyirəm ki, qəlbimin zirvəsini fəth etmişdi. Bu formada yaza bilərik. Sonra 20-ci sualda nə istəyir? Polad Həşimovun başqalarına münasibəti, bir də başqalarının Polad Həşimova münasibəti, cədvəli tamamlayın deyir. Polad Həşimovun başqalarına münasibəti necə idi? Onların qayğısına qalırdı. Onların qayğısına qalırdı. Hər kəsə dəstək olurdu və həvəsləndirirdi. Başqalarının Polad Həşimova münasibəti necə idi? Ona hörmət bəsləyirdilər. Onunla məsləhətləşirdilər. Formasında yaza bilərik. Demək, birinci bədii mətnimizin izahı bu qədər. İndi isə keçək heyvanlar niyə danışa bilmir mətninə. Bu publisistik mətindir. Baxaq ki, burada bizdən nə istəyir 21-ci sualda. Burada heyvanların danışa bilməməsi, insana məxsus olan şuurun heyvanlarda olmamasından söhbət gedir. Ümumiyyətlə, insan danışarkən, yəni danışmağa qədər hansı proseslərdən keçir, onu da bizə vurğulamışdı. Demək, 21-də deyir ki, mətndə birinin səbəbini müəyyən etmək mümkün deyil. Demək, burada deyir ki, heyvanların danışa bilməməsini, burada qeyd olunurdu ki, onların şuuru yoxdur və baxın, həmin hissəni bir dəqiqə tapım və heyvan nəyə görə danışa bilmirdi, onu burada qeyd edirdi əslində ki, deyir ki, bizim kimi istifadə edən onlardan müxtəlif kombinasiyalar qura bilməz. Bunun səbəbi də onların baş beyni kifayət qədər inkişaf etməməsidir. Yəni, bu, burada verilmişdir əslində səbəbi. Müəyyən etmək mümkündür. Heyvanlar sözlərdən əşyanı əks etdirən rəmzlər kimi istifadə edə bilməməsini yenə də, yəni, burada yazmış ki, kombinasiyalar qura bilmirdilər. Ümumiyyətlə, onlar da şuurlu şəkildə deyil, yəni, vərdişdir. B variantına çıxıram. Heyvanların baş beyni kifayət qədər inkişaf etməməsinin artıq səbəbi verilməmişdir bizə. Körpənin ana sözünü yadda saxlamasını, ana təkrarlanır, dəfələrlə təkrarlanır və onun mənasını ilk əvvəl anlayır. Burada da qeyd olunmuşdu həmin hissədə. Çıxıram, körpənin üz əzələlərinin danışdığı sözə uyğun hərəkət etməsinin səbəbi burada verilmişdi ki, uyğun şəkildə onu istifadə edir və ana deməyə cəhd göstərir və səs tellə üzün əzələri buna uyğun şəkildə, yəni ana deməyə çalışanda səs telləri və üzün əzələri buna uyğun şəkildə hərəkət edir. Bunun səbəbi var idi. Mətndə danışılmır. Uşağın təkrarlarından danışılırdı, yəni ana deməsindən. Sonra, sözlərin real ideyanı ifadə etməsindən danışılırdı, bəli. İnsanın ilk sözündən, insanın ana danışılırdı. Valideynin gözləntisindən, yox, bu, valideynin gözləntisi, ana deməyi. Valideyn deyir ki, çoxdandır, bax, deyir ki, və budur, körpə anasını görən kimi onu tanıyır və sözü xatırlayır. Və ailənin çoxdan gözlədiyi, intizarda olduğu gün yetişir və ana deyir. Bu var idi. Sonra sağlam qalmaqdan bu haqda məlumat yox idi. Sonra 23. Mətnə görə ehtimal etmək olar nəyi?
Heyvanlara müəyyən davranışlar şuurlu keçir, keçmir ümumiyyətlə. Heyvanlar vəziyyət dəyişəndə özlərini itirirlər. Bu ehtimal deyil, düzgün deyil. Sonra hansısa davranış üsulu heyvanların danışmasına səbəb ola bilməz. Bu doğrudur. Heyvanlar fərqli vəziyyətlərə uyğunlaşa bilərlər. Fərqli vəziyyətə, bəli, uyğunlaşa bilərlər. Yəni, bu artıq şəraitdən asılıdır. Yəni, bax, burada deyir ki, heyvanların şuurlu hərəkətlərinin çoxu onlara irsən keçən davranışlardır. Yəni, lakin fərqli vəziyyətlərə düşəndə heyvanlar bir qayda olaraq nə edəcəklərini bilmirlər. Amma ehtimal əgər yeni bir müddət davam edərsə, heyvanlar təcrübə və səhv addımlar yolu ilə özlərini necə aparmağı öyrənməyə çalışarlar. Yəni, bunu bəli, ehtimal eləyə bilərik biz həqiqətən də. Sonra, bəzi quşlar danışa bilir. Bu, məsələn, papuqaya məsələn misal göstərmək, tutuquşunun misal göstərmək olar yəni buna. Amma burada o haqda məncə məlumat vermirdi ki, quşların danışması haqqında. Bu da yanlışdır. 24-də baxaq. 24-də nə istəyir bizdən? Deyir ki, tünd qara hərflə verilmiş sözün mənasına uyğun ifadənin işləndiyi nümunəni müəyyən edin. Baxaq tünd qara hərflə verilmiş ifadəyə. Görək nədir? İntizarda olduğu gün. İntizarda olduğu günü biz verilmiş sözün mənasına uyğun ifadə seçməliyik burada. Hələ də doğma yerlərə gedə bilməyənsə ümid ilə yeni xəbəri gözlərdi. İntizarla ümidlə mənasında deyil. İntizar bilirsiniz nə mənasındadır? Məsələn, nə isə həsrətlə gözləyirsən, yəni o mənadadır intizar. Bilirdim ki, yurt həsərdə çəkdikləri vaxtlarda onlara bu barədə danışmaq olmazdı. Elə cavab olacaq B variantı. Yerində var, gəl edir. Qonaqların suallarına çətinlik cavab verirdi. Bu, intizarda gözləməklə əlaqəsi yoxdur. Qədim əlyazmaları tarixinin minlərlə sirri gizlənir. Yenə də əlaqə yoxdur. Dayanmadan danışır, fikirlərini sürətlə çatdırmaq. Sürətlə əlaqəsi yoxdur, yəni intizarla sözü ilə. 25. Deyir ki, hansı ifadə mətndə qarşısında işarə qoyulmuş sözü kontekstə uyğun əvəz edə bilməz? Baxaq ki, hansıların qarşısında işarə qoyulmuşdur. Burada irsən keçən sözü, real sözü, rəmzlər sözü qoyulmuşdur. Başqa varmı? Aha, 3 dənə sözdür. İrsən keçən, real, rəmzlər. İrsən keçən, real, bir də rəmzlər. Gəlin, baxaq ki, bilməz. İrsən keçən genetik mənasında uyğun gəlir, amma bilməz deyirsə, biz onu götürmürük. Gerçək sözü, gerçək real mənasındadır, bəli, utopik mənasında deyil, bunu götürürəm. 3-ü götürürəm. Hərflər, rəmzlər yox, simvol mənasında ola bilər, bu ola bilməz, hərflər. 3-4 bizim cavabımız olacaq C variantı. Utopiya ümumiyyətlə real olmayan mənasındadır, tamamilə əksinə. 26. Mətndə altından xətt çəkilmiş sözün yerində işlənə bilən nümunəni müəyyən edin. Altından xətt çəkilən sözə baxaq, görək hardadır o söz. Möhkəmlənir. Bu vərdiş möhkəmlənəndən sonra ana barmağı ilə özünü işarə edir. Aha, möhkəmlənmək sözüdür burada. Möhkəmlənmək sözünün təbii ki, güclənmək mənasında deyə bilərik də. Çünki digərləri heç biri uyğun gəlmir. B variantı ən uyğun cavabdır. Qarşısına rəqəm yazmış hansı cümlə mətnindən çıxarılsa mənaya xələl gəlməz. Gəlin, baxaq. Bir baxaq ki, bu adi onlar üçün normal sayılan şəraitdə belə olur. Lakin fərqli vəziyyətə düşəndə artıq lakin bunun sonrasıdır. Ona görə biri çıxarda bilmirəm. 2-yə baxaq. Əgər yeni vəziyyət bir müddət davam edərsə, yəni 2-ni də çıxa bilmirəm. Çünki ardıca deyir, nə olar. 3-dən məsələn, deyir ki, rəmzlər kimi istifadə etməkdən ibarətdir. Ev sözünü bizim doğmalarımızla bir yerdə yaşadığımız, yatıb durduğumuz, yemək yediyimiz yeri ifadə edir. Lakin heyvanlar rəmzlərdən bizim kimi istifadə edə bilmir. Rəmzlərin ardıca rəmzlərdən istifadə etməkdən ibarətdir. Sonra bunu verə bilər də. 3-ü çıxa bilərəm. Lakin deyir, heyvanlar rəmzlərdən bizim kimi istifadə edə bilmir. 3-ü çıxsaq buradan, xəyali olaraq bir fikirləşin, uyğun gəlir. 4-də baxaq, bu vərdiş möhkəmindən sonra yox, bu da olmur. Sonra ananın vərdişinə yox, bu da olmur. Döylə, orada olacaq 3. 3 uyğun cavabdır. Ona görə cavab olacaq D. 28-ə baxaq. 28-ə nə deyir? Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Heyvanlar insan kimi danışa bilirmi? Xeyr, bilmir. Cavab vermək mümkündür da buna. Heyvanlar nə zaman nə edəcəklərini bilirmi? Xeyr. Heyvanlar davranışlarını öyrənməyə çalışırlarmı? Məsələn, bəziləri anadan gəlmədir, şuurlu şəkildə görünür, amma elə deyil.
öyrənməyə çalışırlar. Bəli, körpə uşaq səsləri, sözləri necə yadda saxlayır? Bunun da mənası var idi. Dəfələrlə təkrar edir, üz əzəlləri ona uyğunlaşır. Bəzi uşaqlar danışmağı niyə gec öyrənir? Bunun səbəbi yoxdur mətndə. 29. Mətnə əsasən cədvəlin birinci hissəsindəki fikirləri əsaslandıran fikirləri yazın deyir bizə. Demək, burada bizə heyvanların davranışları tədqiq edilib. İndi onu faktla biz qeyd eləməliyik ki, yəni, məsələn ki, orada yazılıb, əgər yeni bir vəziyyət bir müddət davam edərsə, bax, bu hissəyə baxın. Dəqiqə, çox gəldim. Aha, burada. Əgər deyir ki, əgər deyir yeni bir vəziyyət bir müddət davam edirsə, heyvanlar təcrübə və saf addımlar yolu özlərini necə aparmağı öyrənməyə çalışırlar. Demək, bu bizə verir ki, bu tədqiq olunub əslində. Bax, bu tədqiq olunub. Bunu yaza bilərik. Bu cümləni eyni ilə formada yaza bilərik. Bir də heyvanların şuurlu hərəkətlərinin çoxu onların irsən keçən davranışlardır. Bu da tədqiq olunub ki, bizə bunu deyir də burada. Ona görə bu iki cümləni yazıb həmin o hissəyə əlavə etmək olar. Yəni, bu hissədə birinci faktı yenə də dediyim cümlə, ikincini də eyni formada yazmaq olar. İndi isə keçirik 30-cu suala. 30-dan mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlayın. Ki, bizə həqiqi məcazi mənaları istəyirdi. Üzərində rəqəm yazılmış sözlərə baxaq burada. Ki, o qədər qara-qura etdim ki, artıq görə də bilmirəm. Aha, düşəndə sözüdür burada. Gəlin, ümumiyyətlə çevirək, başqa rəng eləyək. Aha, düşəndə sözüdür burada. Bir də 2 yazılan hardadır? Düşəndə bir də aparmağı. Gəlin, indi baxaq. Lakin fərqli vəziyyətlərə vəziyyətə düşmək ümumiyyətlə məcazi mənadadır. Məcazidir. Özünü aparmaq da məcazi mənadadır. İndi məcazi mənadadırsa, gedək o tərəfdə yazaq ki, bunlar məcazi mənadadır və düşəndə aparmaq. Aha. Demək, məcazi mənanın qarşısında işarə qoyuruq və mətndəki eyni mənada işlətməyidir. Məsələn, düşəndə sözünü necə işlədək? Deyirəm ki, məcazi mənada. Tutaq ki, yadıma düşəndə kövrəlirəm. Bu formada. Bir də aparmaq, məsələn, aparmağı necə deyək ki, məsələn, deyirəm ki, ləkəni aparmaq çətin oldu. Bu formada deyə bilərik. Demək, gördüyünüz kimi, sınağın izahı bu qədər. Əgər videonu izlədinizsə, videodan yararlandınızsa, bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı unutmayın. Sağ olun.